Hər vaxtınız xeyir qızlar. Kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz gözəl bacılarım? Ümid edirəm hər kəsin keyfi, əhvalı yerindədir. Təki hər zaman keyfiniz, əhvalınız yerində olsun. Təki hər gününüz xoş hadisələrlə dolu olsun. Xoş xəbərlərlə dolu olsun inşallah. Xoş hadisələr demişkən, elə bu vlogda o konsept üzərinədir. Bugün özəl və gözəl günlərimizdən biridir. Tam 28 il bundan öncə mənim böyük oğlum Samirim dünyaya göz açıb və bugün də onun günüdür. Onun üçün biraz hazırlıq edirəm. Daha doğrusu hazırlıq edəcəm sizinlə birlikdə. Müəyyən hazırlıqlarımı etmişəm artıq və bugünə qalan işlərimi də dedim sizinlə birlikdə edim. Düzdür, başım çox qarışıq idi. Yəni qaça-qaçdaydım. Amma yenə də bir şeylər çəkməyə çalışmışam sizin üçün. İnşallah ki, bəyənərək izləyərsiniz bu vlogumu da. Əslində video çəkməyə vaxtım yox idi, amma ki, yenə də ara bir telefonu əlimə alıb bir şeylər çəkməyə çalışırdım. Çünki fikirləşirdim ki, bugünkü günü çəkməsəm olmazdı. Düşündüm ki, həm sizin üçün izləməyə maraqlı vlog olar, həm də ki, kanalımda xatirə olaraq qalar. Ona görə də çətinliklə də olsa az-az kadrlar götürürdüm. Və ilk olaraq videomu belə səhər oyanan kimi Fuadıma səhər yeməyi hazırlayarkən başladım. Keçən vlogda da görmüşdünüz, Fuad gəlmişdi və bir neçə gün Fuad qaldı bizdə. Elə əmisinin ad günə görə də saxladım ki, əmisinin ad gündə də əmisinin yanında olsun. Yəni bu özəl gündə yanımızda olsun Fuad da. Elə daha sonra ad gündən sonra da sabahsı günü, yoxsa 2 gün sonra da Fuad getdi mamasının yanına. Belə bu gün də dediyim kimi oğlumun ad günüdür. Tarix isə 26 noyabrdır. Yəni bu videolarda 26-sı günün çəkilişləridir. Səhər oyanan kimi müəyyən işlərim var idi, onları etdim. Yəni ev işləri, ortalığı toplamaq kimi falan işlərimi etmişdim artıq. Və elə daha sonra Fuad oyandı. Dedim onun üçün yeməyini də hazırlayım, verim. Oyanan kimi dedi ki, nənə mənə dadlı bişir, blinçika dadlı deyir. Mən də elə bu qədər işin arasında dedim, Fuaddan bacı heç nə yoxdur. Başladım onun üçün blinçika hazırlamağa, amma az hazırladım. Elə Fuada yetdiyi qədər. Biraz da artıq hazırladım. 6 blinçiklik belə xəmir hazırladım. Ondan elə ikisini Fuad yedi. 4 dənə blinçik qalmışdı. Onu da oğlum oyananda o da yedi. Fuadı da yedizdirdikdən sonra keçdim digər işlərimə. Düzdür, bayaq dediyim kimi işlərimin müəyyən hissəsini etmişdim. Məsələn, salatlar falan da onları axşamdan etmişdim. Çünki bir gün öncə, yəni dünənki günü yoldaşım dedi ki, ola bilsin ki, yəni eşitdiyinə görə sabaha suyu kəsəcəklər. Ona görə də işlərim varsa indidən et ki, birdən sabah su olmaz. Ona görə axşamdan çox işimi etdim ki, bugünə işim olmasın, yəni su ilə bağlı işlərim olmasın. Və biraz da su yığdım ki, birdən su olmasa işlətməyə təmiz suyumuz olsun. Amma ki, bilmirəm hardan eşidib bu xəbər isə sular kəsilmədi, nə yaxşı. İşlərimi rahat-rahat edə bildim. Və elə axşamdan da buzluqdan hazır yeməklər var idi. Onları da çıxardıb qoymuşdum ki, donu açılsın. Dolma var idi. Yarpaq dolması öncədən pişdiyim. Hətta sizlə bir yerdə pişmişdim. O da buzluqda vardı. Onu çıxartdım, qoydum, donu açılsın. Doğranmış, yuyulmuş, təmizlənmiş balıqlar var idi buzluqda. Onları da çıxartdım. Yəni ad gün süfrəmizdə hazırlamaq üçün də bu yeməkləri çıxardıb qoymuşdum öncədən. Və ona görə də çox rahat oldu. Demək olar ki, heç yorulmadım həmən günü. Hər şey demək olar hazır idi. Bir tək əlavə olaraq aş süzdüm, plov dəmlədim və qarasını da hazırlayıb qoydum. Onun da yenə də, yəni toyuqla eləmişdim, nar qovurma etmişdim aşın yanına. Onu da ki, elə toyuğun axşamdan doğrayıb qoymuşdum deyə. O da asan oldu mənə. Bir sözlə bugünkü günə işim çox yox idi.
Çox asan elə işlərimi vaxtında çatdıra bildim. Hətta yəni qonaqlarımız saat 3-də gələcəkdi. Ona kimi demək olar bütün işlərimi bitirmişdim. Bir tək qalmışdı süfrə hazırlığı. Onu da sağ olsun qonaqlarımız ki, qonaqlar da ki, baldızımgil gəlmişdi. Bir də qonşularımız bizdə idi, bir də özümüz idik. Yəni elə çox adam yox idi. Onu da sağ olsun qızlar gələndə kömək elədi. Süfrə hazırlığını da onlar qızlarla bərabər açdıq, hazırladıq. Belə, yəni nə hazırlamışamsa, biraz az çəkmişəm sizin üçün. Yəni menyumuzda, yəni ad günü menyumuzda nələr var, onları çəkmişəm sizin üçün. Ad gündən də biraz kadrlar götürmüşəm. Tort olaraq da tortu özüm hazırlamadım, sifariş etdik. Onu da gözəl bir də qızım var mənim, yeni başlayıb işə. Tort sifarişləri götürür. Çox gözəl əl qabiliyyəti var. Elə həm yəni əlinin qabiliyyətinə əmin olduğum üçün bilirdim ki, çox dadlı hazırlayır. Sırf ona görə sifariş verdim. Həm də ki, təzə başlayıb işə, sırf dəstək naminə sifariş etdim ona. Və elə düşündüyümüz kimi də oldu. Çox dadlı tort hazırlamışdı. Birazdan görərsiniz. Bu arada tanıyırsınız, bir neçə dəfə tanıtmışam onu da sizə. Və səhifəsini də etiketləyəcəm bura. Yəni qızlar, bu Zabrat ərazisində yaşayanlarınız varsa, tövsiyə eləyərdim ki, bu qızdan sifariş edəsiz. Həqiqətən də çox dadlı eləyir. İçini, hər bir şeyini bol-bol eləyir. Yedikcə həqiqətən də adama çox ləzzət eləyirdi. İnanıram ki, hər kəs kim yesə onun tortlarını çox bəyənəcək. Və burada səhifəsini etiketləyirəm. Həm də ki, gelib qızlar ona takip atsanız, dəstək olsanız da çox sevinərəm. Yəni heç sifariş etməsəniz belə, dəstək olsanız da çox sevinərəm. Gedin bir göz atın qızımızın səhifəsinə, görün orada nə xaliqələr yaradır. Həqiqətən də çox dadlı, ləzzətli əli var, əl qabiliyyəti var. Və dediyim kimi də yaxınlıqda yaşayanınız varsa, yəni sifariş vermək də istəsəz, orada öz səhifəsində, öz kanalında elə rəylərdə yazıb necəsə əlaqə saxlaya bilərsiniz onunla, yəni sifarişi üçün. Belə qızlar, tortumuzu da qızımız hazırladı, dediyim kimi. Qızımız deyəndə bilirsiniz, mənim qızım yoxdur, qonşunun gəlinidir, yəni qonşumuzdur. Ona görə də qızımız deyirəm. Yəni qızım tortu hazırladığına görə tort işi də tamamdır. Qaldı belə yemək işləri, yəni çox az işim qaldı. Dolmalar da, əvvəldən bükdüyüm dolmalar da yığdım qazana, qoydum üstünə, qaz peçin üstünə bişsin. Daha sonra ardıca da elə plovu da dəmlədim. Və əlavə olaraq orada nə hazırladım qızlar? Pirog, bir xanım, həm yer gəlmişkən bir xanım mənə yazmışdı. O bundan öncəki vlogda paylaşmışdım. Xəmir, yağlı xəmir qoymuşdum buzluğa. Demişlər onu hazırlayanda, həmən xanım demişdi ki, o pirogu hazırlayanda çəkərsiniz. Amma vaxtım olmadığı üçün çəkmədim. Burada hazır vəziyyətini göstərəcəm sizə. Çünki o xanım yazanda artıq bu çəkiliş olmuşdu. Öncədən desəydi, mən belə, yəni detaylı çəkərdim o pirog hazırlanmasını. Burada da görürsünüz, balığı da çıxartmışam. Amma balığı çıxartsan da qızlar imkan vermədi bişirməyə. Çünki dedi, bu qədər yeməyin qarşısında neynirsən o balığı? Balığı axıra saxlamışdım. Dedim ki, isti-isti qonaqlar gələndə qızardıb qoyaram süfrəyə. O da ki, qızlar imkan vermədi qızartmağa ki, yeməklər həddindən artıq çoxdur, ehtiyac yoxdur heç ona. Və belə burada da günəşli, çox gözəl bir həmən günü, çox gözəl bir hava var idi. Onu çəkirəm və daha sonra dedim fürsət ikən, çünki sonra adamlar gələndə detaylı çəkə bilməyəcəkdim. Salatlar hazırlamışam, burada onu göstərirəm. Biraz vinigret salatı hazırladım. Mimoza salatıdır. Buraçni salat çox az hazırlamışdım. Və bir də gavalı salatı hazırladım. Onu da ki, tərkibini birazdan deyəcəm sizə, nələr qatmışam içinə. Və ancaq mayonezini qatmamışam hələ. Birazdan onu da qatacağım. Çünki içinə pendir də vurmalıydım. Ona görə pendir yox idi. Yoldaşım alandan sonra onu da vurdum. Mayonezini qatdım. Burada da elə həmən o pirogu göstərirəm.
Piroq deyəndə, yəni ətli piroqdur. Həmin o qat-qat xəmirləri axşamdan çıxartmışdım, donu açılmışdı və belə yağlı kağızın üzərinə yaydım, airfryerin içi boyda. İçinə də ki, salatlardan hazırladığım soyutma toyuğu diddim. Üzərinə də bir ədəd soyutma markofu çəkdim. İçliyi yəni elədir, toyuqla, markofdur, duz, istiot falan da vurdum. İçinə yığdım. Daha sonra ikinci qatı, xəmirin həmin o yağlı ikinci qatı da açdım. Qoydum üstündən, qoydum airfryerdə bişdi. Çox gözəl alınmışdı. Və belə, bu da həmin dediyim qızımızın əl işi bişirdiyi tort. Həqiqətən də çox dadlı idi, çox ləzzətli idi. İçi bol-bol. Belə. Bunu da dedim, görsədim sizə. Və süfrəni də belə hələ ki qab-qacağı düzmüşəm. İndi də dedim keçim süfrə hazırlıqlarında edim. Daha doğrusu plovu dəmə qoyum, sonra keçim süfrə hazırlığına. Amma artıq mən süfrə hazırlığı edəni kimi qonaqlarımız da gəldi. Süfrə hazırlığını qızlarla bir yerdə etdik. Kömək etdilər, çox sağ olsunlar. Və əlavə olaraq qızlar yeməklərdən düşbərə də hazırladım. Çünki kişilərin istəyi ilə bilirsiniz, özəl gündür, xoş gündür, içkisiz olmur. İçki də olanda istər-istəməz sulu yemək də istəyirlər. Ona görə biraz düşbərə də pişirdim, sulu yəni vəziyyətdə. Ondan da onda tez hazır olan bir şeydir. Çünki hazırlayıb öncədən düşbərələri qoymuşdum buzluğa, bilirsiniz. Ona görə də hazırlanmağı, bişməyə tez başa gəldi. Burada da göstərirəm, plovumu da dəm alıb, toyuğu da, qaranı da hazırlamışam toyuqdan. Dediyim kimi nar qovurma etdim. İçinə də turşu, alça turşusu vurmuşam. Ona görə biraz rəngi tünd görsənir. Və daha sonra süfrə hazırlığında kömək elədi. Qızlar hazırladıq. Bütün turşular falan hər şeyi yığmışam. Bu da həmən o qəbalı salatıdır. Yadınızdadırsa bunu Temu'dan almışdım bu qabları. Bu əslində yəni keks qablarıdır. Yəni muffin qablarıdır pişirmək üçün. Mən isə belə salatları bunda servis etdim. Çox gözəl də görsəndi. Salatdan da içinə nə vurmuşam qızlar? Didilmiş toyuq ətidir, qəbalıdır, qozdur. Bir də Holland pendiri törkadan keçirdib vurmuşam. Duz, istiot və mayonez. Yəni bu salat tərkibi belədir. Burada da düşbərələrimi göstərirəm. Hazırdır artıq. Bu da piroqum hazır vəziyyətdə. Yumurta üzünə çəkmədim çünki yağlı xəmir idi, amma çəksəz də olar. Və belə qızlar, süfrəmiz də hazırdır. Bu şəkildə oldu. Oturmuşuq artıq, hər kəs oturub. Mən də belə 5 saniyəlik, 10 saniyəlik video kadrlar götürürəm. Elə hər kəs oturduq, yedik, içdik, çox gözəl bir gün keçdi. Yetirən doyduran Rəbbimə şükürlər olsun. Allah hər kəsin evinə ancaq xoş belə günlər nəsib eləsin. Mənim oğluma da Allah uzun ömürlər versin, mənim balama. 28 yaşı düşərli olsun, xeyirli uğurlu olsun. Hər dəfə deyirəm, amma indi qismət, Allah özü nə qismətinə nə yazıbsa o da olar. İnşallah yenə də arzumla, ən böyük arzum odur ki, inşallah növbəti ad gününü belə ailəsi ilə birlikdə keçirsin. Ən xoş arzularımı diləyirəm öz evladıma. Yəni bir ananın ürəyindən nə keçirsə evladı üçün hər bir diləyi diləmişəm onu. Şəxsən demişəm. Burada yəni bütün arzularımı desəm bir saat vaxt lazımdır. Ona görə də qısa olaraq bir onu deyəcəm ki, Allah uzun ömür, can sağlığı versin. Xoşbəxt, bəxtəvər bir ömrü olsun inşallah. Bilirəm sizlər də təbriklər yazacaqsınız. Öncədən hər birinizə təşəkkür edirəm. Və yeri gəlmişkən bugün elə özümü də təbrik edirəm yoldaşımla bir yerdə. Çünki oğlumun 28 yaşı tamam olur. Yoldaşımla mənim isə 29 ilimiz, yəni il dönümümüzdür. Yəni eyni günə təsadüf edib. Özümüzü də təbrik edirəm. Arzum da budur ki, bu birlikdə yürüdüyümüz bu həyat yolunda huzur dolu, sevgi dolu, xoşbəxt, dərdsiz, bəlasız başa vuraq bu ömrü. Belə qızlar, baxıram ki, artıq 16 dəqiqəyə yaxındır ki, mən dayanmadan danışıram.
Özüm də yoruldum, amma ki, bu vloq elə bir vloq idi ki, bunu şərh etməsəm mümkün deyil idi. Ona görə də ümid edirəm bezdirmədim sizi. Və son olaraq da artıq burada qonaqlarımız gedib. Sağ olsun, baldızımgil də qızlar da qəşəng qablarımı yudu, təmizlədi. Ortalığı toplamağa kömək etdi. Daha sonra getdilər. Bu bizdə adətdir, bilirsiniz, bir-birimizə gedərkən mütləq bir-birimizə kömək edirik. Və baldızım da belə bir çaynik almışdı mənə. Bunu yoldaşım harasa kafeyə və yaxud restorana gedəndə, çay içəndə bu çaynikdən bilirsiniz gətirirlər çox yerdə. Həmişə baxıb çox bəyənirdi. Deyirdi ki, mənə bundan alarsan. Bunu da baldızım bilirdi, eşitmişdi ki, xoşu gəlirdi yoldaşımın bu çaynikdən, yəni çay süzüb içməyi. Belə bundan da alıb gətirib mənə, çox sağ olsun, çox bəyəndim. İçində də setkası da var, hətta mən heç bilmirdim ki, bunun setkası var içində. Belə digər oğlum üçün də hədiyyələr gətirmişdi, amma ki, yəni onu çəkmədim. Xeyli hədiyyələr alıb gətirmişdi. O qardaşının balasına payı çox olsun, cibləri dolu olsun. Hər kəs kim nə edibsə Allah min əvəzini yetirsin. Və belə qızlar. Videom artıq sona çatıb, sağollaşmaq vaxtıdır. Ümid edirəm videomu sevərək, bəyənərək izlədiniz. Və inşallah ki, növbəti vlogda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın. Və bir də ki, qızlar, xatırlatmaq istəyirəm, videonu bəyənməyi, yorum yazmağı və abunə deyilsinizsə də abunə olmağı da unutmayın. Öpdüm hər birinizi, sağ olun.